rəng bir çalardı. Bu fərqliliklər bizi bölmür, əksinə tamamlayır. Onlar birləşəndə Azərbaycan adlı böyük və parlaq bir tablo yaranır. Azərbaycan cəmiyyətinin ən gözəl dəyərlərindən biri bilgi yaşayış mədəniyyətidir. Vətənimiz bugün regionda dini və etnik müxtəlifliyin ən sabit, harmonik şəkildə qorunduğu ölkələrdən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin milli modeli bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Müstəqil Azərbaycanda bütün dini icmaların bərabər hüquqlarla fəaliyyət göstərməsi, ibadət yerlərinin bərpası və yenilərinin inşası bu siyasətin bariz göstəricisidir. Dini mədəni müxtəliflik Azərbaycanın gücü və zənginliyidir. İndi təqdim edəcəyimiz festival da həmin zənginliyin parlaq nümunəsidir. Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi bu festival fərqliliyin rəngi adlanır. Festivalın əsas məqsədi Azərbaycandakı konfessiyalar arası həmrəyliyi, milli birliyi və dini mədəni müxtəlifliyi əks etdirən unikal nümunələri, eləcə də adət-ənənələrin və mədəni irsin qorunması üçün yaradılan şəraiti nümayiş etdirməyidir. Festival təkcə mədəni tədbir kimi deyil, həm də konstitusiyamızda təsbit olunmuş vicdan azadlığı və bərabərlik prinsiplərinin təntənəsi kimi təqdim olundu. Tədbirin zəfər günü ərəfəsində keçirilməsi isə xalqımızın birliyi və həmrəyliyinin rəmzi xarakterini daşıyırdı. Günüzüm, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmsil olunduğu böyük bir ailədir. Bugün Fərqliliyin Rəngi festivalında bu ailənin bütün dəyərləri nümayiş olunur. Təbii ki, haqlısınız. Bugünkü festivalımızda Azərbaycanın demək olar ki, bütün dini palitrasını biz görürük. Burada Azərbaycanda tarixən formalaşmış dini konfensiyaların nümayəndələri ilə yanaşı, eyni zamanda müstəqilliyimiz dövründə Azərbaycana gələn, burada fəaliyyətə başlayan dini icmaları da görürük. Tarixdən gələn tolerantlığımızın bugün də davam etdirilməsi və bunun nəticəsində formalaşmış Azərbaycanın dini mənzərəsi bizim gözümüzün qarşısında canlanır. Təsəvvür edin ki, biz bu festivalda həm İslam dini konfensiyasının əsas mərkəzi kimi Qafqaz Müsəlmanları İdarəsini görürük, eyni zamanda Yahudi dini icmalarını görürük, Azərbaycanda təmsil olunan bütün xristiyan dini icmalarını görürük. Bunların arasında Rus Pravoslav kilsəsi, eyni zamanda Gürcü Pravoslav kilsəsi var, Lüteran kilsəsi var, müxtəlif Baptist, Adventist dini icmaları var, yeni gəlmiş və yeni qeydiyyatdan keçmiş Mormon dini icması var, Xristiyan dini icması var. Amma bunlara paralel olaraq eyni zamanda müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda fəaliyyətə başlamış Krishna şuuru dini icması var. Eyni zamanda Bəhai dini icması var ki, onların iki dini icması, həm Sumqayıt, həm Bakı şəhərində yerləşən Bəhai dini icmaları bu festivalda təmsil olunurlar. Azərbaycan tolerantlığı təkcə Azərbaycanlıların qürurla ifadə etdiyi bir həqiqət deyil. Eyni zamanda bu sahədə beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların nümayəndələrinin etiraf etdikləri bir həqiqətdir. Və bu tolerantlıq örnəyinin biz detallarını, cizgilərini, rənglərini bu festivalda görə bilirik. Bizim xoşbəxtliyimiz ondadır ki, Azərbaycan xalqının xoşbəxtliyi, eyni zamanda Azərbaycan xalqının uğuru və onun tolerantlığı, onun o ürək genişliyi, onun mədəniyyətinin böyüklüyü ondadır ki, biz fərqliliyə heç zaman ziddiyyət kimi yanaşmamışıq. Fərqliliyə həmişə zənginlik kimi yanaşmışıq. Və bu zənginlik bizim sərvətimizə çevrilib. Azərbaycanda tarixən formalaşmış tolerantlıq siyasəti bugün dövlət səviyyəsində dövlət siyasəti olaraq təbliğ edilir. Eyni zamanda bu onu həm də göstərir ki, ölkədə fəaliyyət göstərən bütün dini konfensiyalar hansı dinə mənsubiyyətlərindən asılı olmayaraq dövlət tərəfindən maddi və mənəvi nöqteyi nəzərindən dəstəklənir. Bugün dini icmaların həm dövlət tərəfindən onlara ayrılan maddi vəsait var, həm dövlət tərəfindən onlara yaradılan vicdan azadlıqlarını, inanclarını, öz inanclarına uyğun şəkildə yaşamaqları üçün bir fürsət var, bir şərait var. Həm də ki, onların özlərini, o zənginliklərini nümayiş elətdirmək fürsəti var. Bax, bu nöqteyi nəzərindən məhz Konstitusiya və suverenlik ili çərçivəsində Fərqliliyin Rəngi belə bir festivalın keçirilməsi həm də onların o vicdan azadlıqlarının necə təmin edilməsinə Konstitusiyanın bir prinsipi olaraq 48-ci maddəmizdə
qeyd edilir ki, hər bir kəsin vicdan azadlığı var. Məhz konstitusiyamızdakı vicdan azadlığının təntənəsi kimi də bunu qiymətləndirə bilərik. Çox təşəkkür Mən edirəm. təşəkkür edirəm. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələri, ictimai xadimlər və tələbələrin iştirak etdiyi festival Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra ölkəmizdəki multikultural və tolerant mühiti əks etdirən videoçarx nümayiş olundu. Rənglərdə gözəlliyin ölkəsi, bütün dünyaya nümunə sülh və harmoniya adası. Orada fərqliliklər toqquşmuş. Əksinə, bir-birini tamamlayır, mənəvi zənginliyə və ruhani gücə çevrilir. Festivalda çıxış edənlər Azərbaycanın çox əsrlik tolerantlıq ənənələrindən söz açdılar. Tolerantlıq yalnız Azərbaycan dövlətinin siyasəti deyil, həm də Azərbaycan cəmiyyətinin məsuliyyətidir. Azərbaycan cəmiyyəti əgər bu tolerantlığın daşıyıcısı olmasa, dövlət siyasəti nə qədər bu istiqamətdə öz imkanlarından istifadə eləsə, sahədəki vətəndaş, yaşayan vətəndaşlar arasında olan münasibətləri tənzimləmək elə də asan olmur. Demək, cəmiyyətin alt qatlarında insanlar dözümlülük, başqa dinlərə münasibətdə olduqca sevgi ilə yanaşma duyğusunun daşıyıcısı olanda bu problem artıq bütün ölkə mühitində yüksək səviyyədə həllini tapır. Və ona görə də başqa ölkələrdə olan dini zəmində qarşı durmalar Azərbaycanda yoxdur. Və bu birinci növbədə ənənədən irəli gəlir, ikinci növbədə isə Azərbaycanda bu istiqamətdə ziyalı mühitinin güclü olması və dövlət təbliğatının da uğurla həyata keçirilməsindən qaynaqlanır. Bugün də bu festival əslində həmən tolerantlığın, multikulturalizmin nümayişidir. Çünki bizdə müxtəlif dini konfessiyaların üzvləri var. Vətən müharibəsi onu göstərdi ki, vətən savaşında heç kim özünü kənarda hiss etmədi. Hamı bir yerdə etnik, dini mənsubiyyətindən asılı olmayaraq vətənin azadlığı üçün vuruşdu, şəhid oldu, qazi oldu. Demək, biz bunu bu ən ağır gündə bacardıqsa, demək, bu rifah içində yaşadığımız, normal dinc şəraitdə yaşadığımız dövrdə də daha uğurla həyata keçirməyə qadirik və bunu da edirik. Və bu festivalda da hər bir dini icmanın təmsilçisinin öz inancını sərbəst şəkildə ifadə eləməsi, kitablarını təqdim eləməsi, atributlarını göstərməsi nədən xəbər verir? Xəbər verir ki, Azərbaycan dövlətində heç kimin inancına görə hansısa bir bərabərlik hüququnun pozulması mümkün deyil. Və heç kim də öz inancını başqasından üstün görə bilməz. Bəzən əsas savaşlar, problemlər harada çıxır? Biri digərindən özünü üstün görmək istəyir. Dinini, fikrini, baxışını, həyat tərzini. Amma bu olmadıqda artıq müəyyən bir dinc mühitdə, müəyyən bir anlayışlı mühitdə insanların yaşaması mümkün olur. O baxımdan da bu tədbir həm də ikinci festival olsa da Konstitusiya və Suverenlik ilinin ruhuna uyğun olaraq keçirilən Azərbaycanın həm də bir brend, bir ölkə kimi dini multikulturalizm sahəsində böyük uğur qazanmış və hədəfinə çatmış bir ölkə kimi təbliği məqsədin güdür və indi də diqqət eləyirsinizsə, dini icmaların bədii janrda özlərini təqdim eləməsi də bunu göstərir ki, biz birlikdə güclüyük, birlikdə Azərbaycanın gələcəyində hamımız öz töhfəmizi verəcəyik. Rəvan, Azərbaycanın tolerantlıq və multikultural ənənələri qədim tarixə malikdir. Amma bugün həm tolerantlıq, həm də multikulturalizm modelinin dünyaya bir örnək kimi təbliğ olunması heç də asan başa gəlməyib. Azərbaycan multikulturalizmi və tolerantlıq modeli yaşayan bir modeldir. Özünü doğruldan bir modeldir və pozitiv bir modeldir. Təəssüflər olsun ki, bugün elə bir vaxtda yaşayırıq ki, fərqlilik dedikdə hədəfə çevrilmək, ayrı-seçkiliyə məruz qalmaq, fərqlilik dedikdə müxtəlif cəmiyyətlərdə
təhlükə, təhdid kimi anlayışlarla sinonim kimi işlədilir. Azərbaycanda müxtəliflik, fərqlilik dedikdə bir-birinə olan sevgi, bir-birinə olan ehtiram və hörmət əsas anlayış kimi qəbul olunur. Və bu unikal bir modeldir. Dediyiniz məqam çox haqlı bir mövqedir ki, Azərbaycanda bu ənənələr tarixən mövcud olmuş bir münasibətlərdir. Amma eyni zamanda bu münasibətlərin gəlib bugünkü gün qorunub saxlanılması, dövlət səviyyəsinə çatdırılması, dövlət siyasətinin mühüm bir istiqaməti olması, nəinki Azərbaycanda, Azərbaycandan kənara da ixrac olunması unikal bir hadisədir. Çünki vurğuladığım kimi müsbət pozitiv modellərin sayı çox azdır. Bugün etnik müstəvidə, dini müstəvidə hər yerdə münaqişələr baş verir. Amma Azərbaycan dayanmadan öz dəyərlərini təbliğ edir. O dəyərlər ki, burada yaşayan etnik mənsubiyyətinə və dini kimliyinə asılı olmayaraq hər kəsə bərabər imkanların yaradıldığı, öz kimliyini qorumaq imkanının yaradıldığı, nəinki imkanını yaratdığı, hətta buna dövlət tərəfindən dəstək verildiyi bir multikulturalizm modelidir. Və bu modeli dövlətin uğurlu həyata keçirməsinin arxasında olan əsas səbəblərdən də biri bu modelin ictimai sifarişdən doğmasıdır. Yəni Azərbaycan əhalisi, Azərbaycan xalqı heç vaxt öz-özgə münasibətləri heç kimə bəsləməyibdir. Burada yaşayan hər kəs, bu torpaqları özünə müqəddəs hesab edən hər kəs Azərbaycanlı olan, Azərbaycanlı edən dəyərlər sisteminin daşıyıcıları bu torpaqları həmişə əsas sakinləri hesab olunublar və ona görə də bizləri ayıran fərqliliklər əslində bizləri ayıran dəyərlər kimi deyil, bizləri birləşdirən, vahid edən bir dəyərlər sistemi kimi təqdim olunmaqdadır və bu da təbii ki, möhkəm bir milli birlik yaradır. Hansı ki, o milli birlik bu günləri bizi bu il artı 5 illiyini qeyd etdiyimiz möhtəşəm zəfərimizə gətirib çıxartdı və bu zəfərin arxasında dayanan əsas ideologiyadan da biri milli birliyi formalaşdıran tolerantlıq, multikulturalizm, Azərbaycançılıq ideologiyası idi. Təşəkkür edirəm, çox sağ olun. Festival çərçivəsində müxtəlif dini icmaların fəaliyyətini, adət-ənənələrini və mədəni irsini əks etdirən fotostendlər, müqəddəs kitablar, geyim nümunələri, əl işləri və dini ədəbiyyat təqdim olundu. Bədii hissədə isə xalq artisti Alim Qasımov, müxtəlif dini icma nümayəndələri, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun tələbələri rəqs və musiqi kompozisiyaları ilə çıxış etdilər. Festival zalında addımladıqca bir harmoniya duyulurdu. Ümumi fərqliliklərə baxmayaraq, hər təqdimatda insanlıq, sülh, mərhəmət və həmrəylik kimi ümumbəşəri dəyərlər önə çəkilmişdi. Hər biri öz irsini, mərasimlərini, atributlarını sevə-sevə təqdim edən stendlər, fərqlilikdə birlik notları ilə səslənən musiqilər bir-birini tamamlayırdı. Сегодня уникальное событие. Bugün bizim ölkədə, bizim şəhərdə unikal bir tədbir keçirilir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkil etdiyi bu festival dini mədəniyyətlərin bayramıdır. Bugün burada ölkədəki bütün dini icmaların nümayəndələri toplaşıb. Onlar fərqli dinlərin müxtəlif istiqamətlərini təmsil edirlər. Həm İslam, həm Xristian, yəni pravoslav, katolik və protestantlar, eləcə də Azərbaycanda yaşayan Yahudi icmaları. Onlar hamısı bugün bu festivalda özlərini təqdim etdilər. Sadəcə hansısa təqdimatlarla, sərgilənən nümunələrlə yox, bütövlükdə icmaların yaşadığı həyat tərzini və fəaliyyəti əks etdirərək. Əlbəttə, bugün dünyada heç də hər ölkə belə uğurlu, düşünülmüş dini siyasət həyata keçirə bilmir. Bu siyasət Azərbaycanın xüsusi tolerantlıq və multikulturalizm modelinə əsaslanır. Dünyanın bugünkü qarşıdurmalarla gərgin mənzərəsində hər ölkə belə dinlər arası dialoqu, eləcə də müxtəlifliyi, zənginliyini nümayiş etdirən festival təqdim edə bilməz. Təəssüf ki, müasir dövrdə biz görürük ki, dünyada insanlar daha çox ayrı seçkiliyə meyl edirlər. Həm milliyyətə, həm də dinə görə insanları bölürlər, fərq qoyurlar. Amma Azərbaycanda, bizim ölkəmizdə gördüyümüz tam başqadır. Azərbaycanda çalışırlar ki,
bütün dinlərin, bütün millətlərin nümayəndələri həm gündəlik həyatda, həm fəaliyyətdə birlik nümayiş etdirsinlər. Azərbaycanda kimsəyə dini və etnik mənsubiyyətinə görə fərq qoyulmur. Biz bu ölkədə yaşayan bütün pravoslav xristianlar Azərbaycana yalnız xeyirli günlər arzulayırıq. Biz dua edirik ki, Allah ölkəmizə, bütün insanlara sülh və firavanlıq bəxş etsin. Biz çalışırıq ki, Azərbaycanın adı hər yerdə, hər zaman fəxrlə, qürurla çəkilsin. Bugünkü festival kimi tədbirlər də müntəzəm olaraq keçirilsin və davam etsin. Они повторялись регулярно. Azərbaycanın dini tolerantlıq modeli bugün bütün dünyaya örnək kimi göstərilir. Ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kəs bölünməz vətənin ayrılmaz parçasıdır. Fərqliliyin Rəngi festivalı yalnız dini icmaların nümayiş platforması deyil, həm də bir-birini anlamaq, hörmət etmək və birgə dəyərləri paylaşmaq üçün yaradılmış mənəvi məkandır. Əsas mesajı fərqlilikdə birliyimiz devizi ilə ifadə olunan bu festival Azərbaycanın dövlət müstəqilliyi ilə milli mənəvi dəyərlər arasındakı vəhdəti bir daha nümayiş etdirdi. Birgə dua mərasimi və xatirə fotosu ilə yekunlaşan festival Azərbaycanın multikultural kimliyinin, dini tolerantlıq ənənələrinin və suveren dövlət kimi humanist dəyərlərə sadiqliyinin bariz göstəricisi kimi yadda qaldı. Əlbəttə ki, Azərbaycan dünyanın, xüsusən də indiki zamanədə dünyanın yeganə ölkəsidir ki, orada yaşayan istənilən dini icmaların nümayəndələri, konfessiyaların nümayəndələri azad, asudə və xoşbəxtlik, qardaşlıq içində yaşayır. Bu da əlbəttə ki, Azərbaycan xalqının yüksək mədəniyyəti və Cənab Prezident İlham Əliyevin insansevərlik üzərində qurulmuş siyasətinin bir təcəssümüdür. Bugünkü tədbir Fərqliliyin Rəngli adlı festival Azərbaycanda bütün konfessiyaların iştirakı ilə keçirilir. Məmnunluq hissi ilə, hətta xoşbəxtlik hissi ilə qeyd edə bilərəm ki, belə bir səhnənin şahidi olduq ki, müxtəlif konfessiyaları, müxtəlif dinlərin nümayəndələri bir-biri ilə ünsiyyət qurur, yaxınlaşır, istədiyi sualları verir, cavabları alır, hətta hədiyyələr təqdim edənlər də oldu. Çox gözəl, əsl Azərbaycan abu-havası, dostluq, qardaşlıq abu-havası ilə keçirilir bu tədbir. Və bir daha bu zəfərimizlə bütün dünyaya bir sübut etdirdik ki, güc birlikdədir, güc qardaşlıqdadır və bütün dünya bu qardaşlığı, bu həyat tərzini bizdən öyrənməlidir. Fərqliliyin Rəngi festivalı təkcə dinlərin və mədəniyyətlərin yox, Azərbaycanın sülh və humanizm ruhunun bayramı kimi təqdim olundu. Elə həmin ruhla deyirik, fərqlilikdə birik, birlikdə isə daha güclüyük.